həyat belədir ki, bunun əvvəli də var, sonu da var. Heç kim əbədi həyatda qalmır. Amma şəhid olmaq bundan da xalq qarşısında, tarix qarşısında və gələcək nəsillər qarşısında böyük xidmətdir. Yəni şəhid əbədi qalır, əbədi. Və əməyi, qəhrəmanlığı əvəz olunmazdır. Çünki canını fəda edir ki, torpaqlar azad olunsun və ədalət bərpa olunsun, xalqımızın ləyaqəti bərpa olunsun. Salam əziz Görüş Zamanı proqramında xoş gördük sizləri. Bu gün qonağı 2-ci Vətən müharibəsi şəhidimiz Kənan Axundzadənin anası Rəhimə Axundova. Salam Rəhimə xanım, hər vaxtınız xeyir. Salam, axşamınız xeyir. Rəhimə xanım, biz Kənan Axundzadəni gözəl tanıyırıq. Amma bizim izləyənlərinin də, yəni dünyadan olan bütün Türk dünyası izləyicilərimizin də Kənanı tanıması üçün ilk öncə Kənan bəyənlərinə necə bir insan idi? Onu digərlərindən fərqləndirən hangi var idi? Buyurun. Kənan Axundzadə 1994-cü ildə avqustun 2-də dünyaya gəlib. Kənan mənim ilk övladım idi. Kənanın gəlişi ailəyə sevinc gətirdi, hamı sevdi. Kənan haqqında nə qədər danışsam, yəni azdır. Kənan vətənpərvər, böyüyü, kiçiyə hörmət edən, Kənan qeyrəti, namusu qoruyan bir uşaq idi. Nə bilim, Kənan mənim dünyam idi. Kənan mənim üçün hər nə idi. Kənan qabağımda gedənim idi, arxamda dayağım idi. Kənanın gedişi nə bilim, dünyamı yıxdı. İşığımı, çırağımı söndürdü. Rəhmət eləsin bütün şəhidlər da onun içində. Atasının vəfatı Kənanın həyatına hansı izlər buraxdı və o bu itkini necə qarşılamışdı? Kənanın atasının itkisi, Kənan o vaxt əskərlikdə idi. Murovdağda əskərlik edirdi. Kənanın atasının itkisi Kənanı sarsıtdı. Kənanın elə bir ki, Kənan evin bütün yükü üstünə götürdü. Kənan zəhmətkeş uşaq idi. Hər istəyirdi, hər yerdə işləyirdi ki, yəni evə çörək pulu gətirsin, anasına dəstək olsun, bacısına dəstək olsun. Bacısı oxuyurdu məktəbdə, elə məktəb pulu ödəmək lazım idi. Yazıq uşaq elə hər yerdə işləyirdi ki, yəni bizə kömək, dəstək olsun. Mən Bazarustur marketdə işləyirdim, Kənan da həmən marketdə işləyirdi. Elə bir yerdə işləyirdi, yəni evimiz var idi, yəni Kənanın müharibəyə getməyi, yəni ora işləməyə getməyi, yəni Kənan işi var idi, evi var idi, Kənanın hər nəyi var idi. Kənan vətənə, bayrağa, torpağa sevgisi var idi Kənanın. Kənan özü Murovdağda əskərlik eləmişdi. O çətinlikləri görmüşdü Kənan. Yəni Murovdağı bilənlər bilir də, orayı çətin bir yer idi o. Bilirdi hərbi necə çətin bir yerdir. Atasının itkisinə baxmayaraq, yəni hərbi hissəsini başa vurdu, yəni əskərliyi qüsursuzla başa vurdu, gəldi. O orada qalıb işləmək istəyirdi. Burada ona təklif eləmişlər ki, sən qal hərbidə, yəni işlə də burada. Qalmaq istəyirdi. Atasının rəhmətə getdiyinə görə, mənim tək olduğuna görə o qalmadı, gəldi. Ancaq hərbiyə sevgisi, o nə qədər də çətinliyə düşsə də onun sevgisi itmədi. O dəfələrlə sənəd verirdi ki, hərbiyə girsin işləməyə, amma alınmırdı. Bu iş onda alınmırdı. Bir gün işdə sevinə-sevinə gəldi ki, ana, məni hərbiyə çağırırlar, təlimə çağırıblar məni, Beyləqana. Mən Kənana dedim ki, getmə də, işləyirsən də işləyirsən, ana da işləyir, nə inirsən axı Beyləqanda? Dəfələrlə də sənəd verirsən, alınmır.
Dedi, ana qurban buna da gedim. Alındı, alındı. Alınmadı, daha mən sənə söz verirəm. Hərbi adı tutmaram. Belə oldu ki, Kənan getdi. Avqustun 20-si idi. Kənan evdən çıxdı. Getdi, onu götürdülər təlim adı ilə. Elə bir ki, 20 gün təlim keçdi. Ondan sonra onu verdilər Füzuliyə maxı kimi işləməyə. Maxı kimi işləməyə verdilər. Ondan sonra elə müharibə başlandı. İlk gündən Kənan elə müharibədə oldu. Ne bileyim, Kənanın həyatı keçdi, həyatı vardı. Az ömür yaşadı, çətin yaşadı, çətinliklər çox gördü. Yükü elə bir ki, Kənan elə bir ki, necə deyim, ömür az yaşadı. Elə bir ki, bir böyük kişilərin həyatını yaşadı. Kənan çətinliklər çox gördü. Bir də Kənan elə bir ki, işə gedəndə elə bu vaxtda elə hava tez qaralır axı. Mən qorxardım yola çıxmağa. 8-də, 7-nin yarısı çıxardım ki, yola 8-də işdə olardım. Kənan məni ötürərdi, yol avtobusa məni qoyardı. Mənə demişdi, ana, mən sənə söz verirəm ki, sən üçün şirniyyat yeri açaram. Özümüz ikimiz orada işləyərik. Səni qoymaram da işə gedəsən. Mən marketdə şirniyyatda işləyirdim. Satıcı kimi işləyirdim. Belə oldu ki, Kənan getdi, gəlmədi. Ancaq Kənanın arzusu mən Kənansız yerinə yetirdim. Şirniyyat yeri açdı. Ancaq Kənansızdı. Yəni Kənanın arzusu yerinə yetdi, ancaq Kənan həyatda yoxdur. Yəni Kənansız, maraqsız bir nə var, mənasızdır. Kəş Kənan olaydı, kəş sağ olaydı. Yəni bunları özü görəydi. Mən üçüncü sual olaraq bir xidmətə könüllü şəkildə yazılmasını siz özünüz dediniz onu. Ehtiyac olmaz. Döyüş yoldaşı tərəfindən Rembo ləqəbi ilə onun necə bir döyüşçü olduğunu göstərir. Bu cəsarətin arxasında nə dayanır? Kənan əskər yoldaşları da, yəni onun orada Kənanla olduğu uşaqlar, yəni Kənanla danışırlar. Kənan elə bir ki, baxanda Kənan elə bir sakit görünürdü. Kənan sakit görünürdü, az danışardı, zarafat eləyərdi, danışardı. Onun indi bu vaxtı kimi olub, onun soldatları, əskərləri var idi də. Onlar deyirlər ki, Kənan elə bir ki, bizim üçün gecə ilə gedib bizi isə su gətirərdi, yemək tapıb gətirərdi. Bizi qoymazdı biz qabaqda gedək. Həmişə gedərdi, qabaqda gedərdi, yoxlayardı. Ondan sonra bizə deyərdi ki, uşaqlar bəs gəlin də. Biz deyirlər ki, biz onu Rembo kimi adlandırırıq. Rembo adı qoymuşdular ona. Kənan deyir, heç nədən qorxmurdu, çəkinmirdi. Hər yerə özü qabağa, özün atırdı da qabağa, gedirdi qabağa. Kənan elə bir ki, axırıncı döyüşdə Kənan şəhid olub da, ondan sonra onların daha müharibəyə getməyiblər. Onların tapşırığı olub ki, oranı alsınlar, ondan sonra elə bir ki, bitir də müharibə. Həman elə bir ki, müharibəyə girəndə elə Kənan orada şəhid olub da. Kənan 33 gün ac, susuz, dayanmadan, arğın, yorğun o dağlara dırmaşdılar. Yəni o dağları aldılar. Axırıncı dəfə elə bir ki, 30-u məndən danışdı telefonda. Mənlə danışırdı, elə bir ki, hər gün günəşir mənlə danışırdı. Axırıncı dəfə danışanda mən səhər işdə idim hemen. Kənan zəng elədi, oğlum sana qurban olum, səsinə qurban olum. Anayı belə narahat buraxma, tez-tez zəng elə dedi. Ana zəng eləmişəm ki, 2-3 gün səninlə danışa bilmərəm. Bəs telefonumuzda zərətka yoxdur da, yəni zərətka qutarar, burada yoxdur da. Onu zərətkaya qoymaya da imkan yoxdur. Narahat olmuş, demək bilirmiş ki, mən bu gecə müharibəyə yürüydüm, qaramaya çıxdım. Bununla danışdı, ana deyir ki, ana narahat olma, hər şey yaxşı olar, qələbə bizimlədir. Kənan elə sevinclə danışırdı, elə adam inanmırdı ki, Kənan müharibənin o döyüşün içindədir. Onlarla elə bir rahat danışardı ki, nə bilim, Kənandan mən belə bir şey hiss eləmirdim ki, Kənan çətinlikdədir, ya Kənan müharibədədir, heç mənə şikayət eləməmişdi,
heç bir söz deməmişdi. Elə deyir ki, ana hər şey yaxşı, narahat olma. Hətta bunu bir dəfə ona belə sual da verdim. Deyim, Kənan, mən elə bilirəm sən Bakıdasan, heç müharibədə deyilsən. Sən belə mənlə rahat danışırsan. Onun o gülüşü hələ də ki mənim qulağımdadır. Onun o gülüş səsi hələ qulağımdadır. Ondan bir gülüş çıxdı. Demək ki, anasına bildirmir. Görürsünüzmü? Heç kim Ancaq həmin günü elə ki, bacısı ilə də danışır. Bacısına deyib ki, biz bu gecə şeyə çıxırıq da. Bəs döyüşə giririk. Bəs mən oradan çıxa da bilərəm, çıxmaya da bilərəm. Anaya deyəsən ki, haqqını mənə halal eləsin. Özü o sözü də mənə demədi ki, birdən anamla rahat olar. Kənanla bizim o qədər arzularımız var idi ki, bir yerdə. O qədər arzular qurmuşduq biz bir yerdə. Özü deyirlər ki, biz inanmırdıq da Kənana, yəni güllə dəyər, Kənan şəhid ola bilər. Biz ona inanmırdıq. Biz ona Rembo adı qoymuşduq. Özü də deyirdi ki, bu ölməz də, bu insan şəhid ola bilməz, bu ölməz. Yəni belə, özü də Kənan elə ki, elə 2 metr uzunluğu vardı, enli kürək idi. Belə necə deyim, sizə necə başa salım. O deyirlər ki, biz inanmırdıq da, yəni Kənan şəhid ola bilər. Kənanın şəhid olmayın deyir, mən eşitdim. Yəni biz özümüzü heç cür saxlaya bilmədik də. Yəni, o qədər o uşaq yəni əziyyət çəkdi. Yəni o qədər o müharibənin o qızğın, susuz, yəni bir damcı su tapa bilmirdi ki, içək dağlara dırmaşırdı. Kənanın qismətində şəhid olmaq var imiş. Bizə Kənan həmən günü yuxusunda görüb, yuxuda görüb ki, mən bu gecə şəhid olaram. Durub komandirə deyib ki, komandir, bəs mən bu gecə yuxuda görmüşəm, mən şəhid olaram. Bizdə hansı bir məni vurarlar, onu da deyib tay onlara ya. Özü də xəstə olub, soğulanıb, bir qızdırması. Ona deyiblər ki, sən girmə də döyüşə. Sən qal, yəni xəstəsən. Mən evlə döyüşdə döyüşmüşəm, yəni indi mən ermənilərdən qorxaram, qalaram. Yox, mən də girirəm döyüşə. Onun axırıncı döyüşü yox. Rəhmə xanım, anası və ailəsi onun qəhrəmanlığı ilə necə qürur duyur? Onlar üçün hansı mənanı daşıyır? Mən Kənanın şəhid olmayı ilə yox, mən Kənanın sağ olduğu ilə mən Kənanla fəxr eləyirdim. Fəxr eləsi uşaq idi, yəni nə bilim, mən necə sizi başa salım ki, yəni Kənan mən üçün hər nə idi də. Kənan 26 yaşında şəhid oldu. Kənan 26 yaşında bir dəfə üzümə ağ olmamışdı. Bir dəfə mənə yəni uşaq olsun desin ki, ya ana nərdəsə desəm ona üzümə qayıtsın, yəni olmamışdı belə bir şey. Kənanla biz elə ki bir yerdə böyümüşdük. Kənan məni böyətmişdi, mən də Kənanı böyətmişdim. Kənan şəhid olmayı da Kənan 30 illik həsrətə son qoydular. Onlar yəni alnımızı ləkəsini təmizlədilər. Bağımızı uca tutdular. Torpağı, bayrağı, vətəni üstün tutdu anasından Kənan. Yəni bu fəxr eləməli uşaqdır, yəni. Nə qədər fəxr eləsək də bir o qədər də o bizim üçün çətindir. Onun ağrısı, onun acısı. Yəni evimin tək oğlu idi, ümidim arxa dayağım idi. O mənim üçün dünya idi mənim üçün Kənan. Kənansız 5 il keçib, elə bil ki, yadımız gündən-günə təzələnir. O yaddan çıxmır, yaddan çıxmayacaq da. Heç zaman yaddan çıxmaz şəhidlərimiz. Çıxmaz şəhidlərimiz şəhid olub. Bir o qədər də ağır, bir o qədər də çətindir Kənanın yoxluğu. Mən 5 il ərzində bir şənliyə, bir toya zada heç yerə çıxmamışam mən. Bir Kənanın məzarına, bir şəhidlər evlərinə, bir də evdir mənim. Başqa getdiyim bir yer yoxdur.
Yəni Kənansız adamın ürəyi açılmır. Düzdür. Amma fəxr edin ki, həqiqətən də belə qeyrətli övladlar böyütmüsünüz. Mən də deyirəm, onların məkanı inşallah ki, cənnətdir. Onlar ki, 30 il həsrətini çəkdiklərimizi bizə qaytardılar və onlar demədən özünüz deyirsiniz, bax, siz ki, xəstə olub. Demək ki, amma söz deyirsiniz ki, anasından xeyr, o heç vaxt anasından üstün o vətəni də ana bilərək, anasının sabah başı uca gəzməsi üçün bütün dərimiz, bax, onun üçün vuruşdular, onun üçün canlarından keçdi. Hamımız onlara borcluyuq və sizə borcluyuq. Və sizə borcluyuq ki, belə qeyrətli övladlar böyütmüşsünüz. Sizin qarşınızdan baş əyirik. Kənan Axundzadenin şəhidliyi kəndinizdə, xüsusilə Girdəni cəmaatında onlar oyatdı. Şəhid olmayı elə bir ki, kənd cəmaatın elə sarsıtdı. Hamı Kənan üçün ağladı, acıdı. Elə bir məktəblərdə anın günündə gəlirlər, mövludunda gəlirlər. Elə bir ki, uşaqlar gəlirlər, deyir ki, bəs müəllimə, biz də Kənan kimi şəhid olarıq. Görürsən ki, uşaqlar deyirlər ki, biz də onun kimi qəhrəman olarıq, biz də şəhid olarıq. Elə bir ki, hamı elə bir ki, Kənanla, yoxluğunla kədərləndirlər, şəhid olmayı ilə elə bir ki, qürur da duyurlar. Yəni kəndimizin şəhididir Kənan. Yəni kəndimizdə elə bir ki, 150 dənə uşaq müharibəyə getdi. Ancaq onlardan biri elə Kənan şəhid oldu da. Uşaqlar hamı qazisi oldu, belə gələni oldu. Allah heç bir anaya acı evlad ağrısı göstərməsin. Bu çətin, ağırdır. Ancaq bu fəxr eləməlidir. Yəni Kənan unudulmur. Yəni hamı gəlir ziyarət eləyir. Məktəblər olsun, yəni başqa rayondan gələnlər var, yəni Bakıdan gələnlər var. Hamı gəlir evi ziyarət edir, şəhidin məzarına gedirlər. Mahnı yazılır, kitab yazılır. Yəni Kənan unudulmur. Bir ana üçün elə bir ki, çox çətindir də, çox çətindir deyənə, nə bilim. Bir övlad, bir oğul olsa, onu da versin torpaq uğrunda. Ana üçün çox çətindir. Bəli. Bugünkü gəncliyə Kənanın həyatı və qəhrəmanlığı ilə bağlı hansı mesaj vermək istərdiniz? Bugünkü gənclərə demək istəyərdim ki, hamı oxusun. Hamı elə bir ki, uşaqlar bura gələndə həmişə deyirəm ki, oxuyun, yəni savadlı olun, müəllim olun, həkim olun, yazıcı olun. Yəni şəhidlər hərə bir yerdə yəni işləyər, bu şəhidlər heç vaxt unudulmasın. Hərə öz yerində o şəhidi yəni maarifləndirsin, o şəhidlər unudulmasın. Belə həmişə deyirəm ki, bu uşaqlar şəhidləri unutmasınlar. Yəni Kənanın heç kimi yoxdur, yəni övladı yox, qardaşı yox. Yəni Kənanın tanınması, yəni bu şəhidi yaddan çıxartmaması, yəni bu kənd cəmaata, xalqa, vətənə düşür. Müəllimlərə düşür. Yəni Kənan unudulmasın deyə. Bəlkə Kənan yox, bütün şəhidlər unudulmasın. Yazılsın, onların adları məktəblərə verilsin, küçələrə verilsin. Yəni mən bunu çox istəyərdim, yəni Kənanın adı bir məktəbə verilsin. Çox istəyərdim ki, yəni məktəbdə onun adı olsun. Məktəb elə bir yerdir ki, hər il orada uşaqlar təzələnir. Bu uşaqlar gedib, uşaqlar gəlir. Yəni onun adı həmişə əbədi yaşasın. Bu mənim çox böyük bir arzumdur ki, Kənanın adı hansısa bir məktəbə verilsin. İnşallah əminəm ki, bu Girdəni kəndi məktəbin təhsil şöbəsindən də bizi izləyərlər. Onlar da Allahın izni bu sizin bu bir arzunuzu yerinə yetirərlər. Bu bir kiçicik arzudur. Əminəm ki, dövlətimizin təhsil şöbəsində işləyənlər bunu eşidirlər. Onlar bunu edərlər. Şəhid adı daşıyır. Yəni bizim məktəbin adı elə şəhid adı daşıyır. Bizim məktəbin
Yox, başqa bir məktəb də olsa, yəni güclü bir dənə məktəbi olsun. Məktəb olsun da, yəni. Bəli. Lənkəran məktəblərindən biri olsun. Nə gözəl olar. İnşallah olar Allahın izni ilə. Məktəbi çox istəyirəm də, yəni. Onun adı əbədi olsun. İnşallah ki olar. Ürəyinizi sıxmayın. Əminəm ki tezliklə. Həm də belə bir şey deyim də, bunu deyirsiniz ki, özləri məsələn, amma siz də bir müraciət etsəniz və ya siz yox, sizin əqrabalar, kimlərsə müraciət etsin. Demişik, hələ ki deyir ki, bəs belə hələ dövlət icazə vermir. Nə bilim, hələ ki qalıb da. İnşallah hələ ki 5 aya, 1 ilə Allahın izni ilə o da olar. Ona görə heç zaman ürəyinizi və eşidərik ki, proqram da edərik. İndi hələ ki texniki ona görə belə çəkilişlər edirəm. Və bir gün də siz məni dəvət edərsiniz. Allahın izni ilə texniki heyətimdə olar. Onun adına olan bir məktəbin çəkilişi Allahın izni və yardımı ilə. Və xanım, və istərdim ki, şəhidimizin otağı, yəqin ki, də oradan danışırsınız. Bir oranı da bizi izləyənlərə təqdim edəsiniz. Onun əşyalarından, onun şəkillərindən izləyicilərimizə təqdim edərdiniz. İzləyicilərimiz də buyurun. Bu şəkili Kənan Bazarışdırda çəkib, bu qızlarla, işçiləri ilə görsə bu şəkili. Allah rəhmət eləsin. Əskərlikdə, bunu əskərlikdə çəkib, Morovdağda. Bu Mağribədə çəkib bunları, bu şəkili. Bunu təlimdə olanda bu şəkili çəkib atıb mənə, bu şəkili. Bu şəkili. Görünür. Bu da onun şəkilidir, bu da silahlandır bu. Bu uşaqlıq şəkilidir. Bu onun bacısı iləndir bu şəkil. Bu Mağribədə olan şəkilləridir. Bu onun kitablardır burada, kitablar yazılıb, qoyulub. Həsr olunan kitablar, düzdürmü? Qazetlər. Bu Lənkəran şəhidləridir burada. Lənkəran şəhidlərin şəkilləridir burada. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Bu otağı Kənanın bəy otağı idi. Biz Kənan üçün qız alacaqdı, Kənanı evləndirməyə hazırlaşırdı. Yerdən qayıtmaz. Sevdiyi qız var idi. O da medalları da düz. Medallarıdır. Bir dənə ordeni var, bir dənə medalı var. Bu onun kamerasıdır. Özü kamerada çəkib, kamera çəkən olur. Kamera özü çəkib. Onun vinitkasıdır. 10-cu sinifdə çəkib. O da onun kostyumlarıdır, paltarlarıdır. Onun kostyumlarıdır. Hər bir paltarı. Onun kostyumlarıdır. Onun batinkasıdır. Ayaqqabıları. Bu da onun şəklidir divarda. Allah rəhmət eləsin. Bu Bazarışdırın şeyidir də, jiletkası da oradan çəkib.
Kənanın bəy kimi bu otağa girmədi. İndi şəkilləri bu otağı bəzəyib. Devamlı şəkil. Allah şəhətlərimizə rəhmət eləsin. Gözəl olanlar vətənimiz uğrunda öz canları var. Allah onlara rəhmət eləsin. Baş Qorxmadan, əyin. düşünmədən, yəni bilə-bilə ki, mən ölə bilərəm orada. Ölümü gözə dik baxdılar, qorxmadan, çəkinmədən, yəni qabağa getdilər, düşmənin üstünə getdilər. Yəni bunu mən yəni ölümə gedirəm. Yəni qorxmadılar, çəkinmədilər, heç nə fikirləşmədilər, daldakiləri fikirləşmədilər. Bəli. Rəhmə xanım, çox sağ olun ki, dəyərli zamanınızı ayırdınız. Bizə şəhidimiz haqqında məlumatlar verdiniz, bizi izləyənlərə. Biz sizə rica edirəm, sizin qarşınızda təşəkkür edirik. Belə böyük, belə ürəyi böyük övlad böyütmüsünüz. Yəni qeyrətli, namuslu böyütmüsünüz. Biz hamımız sizə hər zaman başınızı uca tutun. Fəxrli övladlar böyütmüsünüz. Şükürlər olsun Allah. Görürsünüzmü? Rainbow deyə səsləndirilib onun adı. Və evdən gedəndə Kənan elə bil ki, Kənan müharibəyə getdi, ondan qabaq getdi axı, tez getdi. Paçka ilə onu corablar aparmışdı, maykalar aparmışdı. Orada uşaqlar deyirlər ki, bizə corab paylayırdı, bizə siqaret paylayırdı. Yəni o qədər Kənandan bunlar xoş danışırlar, yaxşı danışırlar. Hərdən deyirəm ki, yəni mən özüm öz oğlumu yəni belə tanımamışam da. Elə bütün günü yəni kasıbçılıq, səhər gedərdi işə, axşam gələrdi. Yəni uşaqla vaxt tapa bilmirdi adamdan. Mən işdən gələndə bu işə gedirdi, o işdən gələndə mən gedirdim. Elə ki bir-birimizin vaxtcıq keçirtmədi. Elə heyfslənir o günlərə ki, kaş belə olmayaydı, kaş o olmayaydı. Nə bilim, o qədər kaşlar deyirik ki, elə bir ki, bəzən ilə gedirdi də. Ya 3-də gedirdi, 12-də gəlirdi, səhər gedirdi, 8-də gedirdi, 4-də gəlirdi. Elə ki, mən isə səhər 7-də gedib, saat 6-da gedirdim. Mən gündə belə gedirdim, o isə onda dəyişikliklər olurdu. Heyfslənirəm o vaxtlara, o günlərə, kaş onu evləndirəydi. Sevdiyi qız var idi, ana məni qızı alarsan mənim üçün, ana sana qurban olsun, ay Kənan. Mən də o qədər əziyyət adam çəkmişdi o vaxtı. İstəmirdim ki, sabah mənim gəlinim əziyyət çəksin, oğlum əziyyət çəksin. Hər nəyi remont eləyək, düzəldək, ondan sonra onu evləndirim. Hər nəyin yaxşısını Kənan üçün istəyirdim, hər nəyin yaxşısını. Biləydim belə olar. Hardan biləydim belə olar. Kənan getdi. Eləsin şəhidimizə. Amma son olaraq izləyənlərə, Türk dünyasından izləyənlərə son sözünüzü də söyləyin. Dirək proqramımızı. Buyurun. Çox sağ ol deyirəm. Yəni, şəhidləri kim yad eləyər, kim onları axtarar, kim onları tanıdır. Allahın nəzərində həmişə olsun. Arzum budur ki, şəhidlər heç vaxt unudulmasın. Estağfurullah, unudulmaz da borcumuzdur. Hamı onları yad eləsin, hamı onları xatırlasın. Başqa bir şey mən istəmirəm. Ancaq şəhidlərimiz yaşasın. Onlar zaten yaşayır. Yəni, mənim qorxum budur ki, mən olmayandan sonra necə olar? İnşallah yaşadanların. İnşallah ki, bu yüzülük əsrlərlə belə Allahın bizim gənclər, bizim indiki onları yaşadacaqlar və 300 il, 500 illərlə, əsrlərlə Allahın iznilə şəhidlər yaddan çıxmayacaq. Necə ki, qəhrəmanlarımız elə də indi.
Ona göre hiç zaman ürəyinizi sıkmayın ve hiç zaman da başınızı aşağı tutmayın. Ama her zaman başınızı uca tutun. Biz yenə deyirəm, sizinlə fəxr edirik, evlatlarınızla və sizə mutluyuq. Ona görə də bu nəinki belə verilişlər, bir çox belə verilişlər çəkilməli. Belə mənim əlimdən gəldiyi qədər şəhidlərlə, şəhid ailələrlə, qazilərlə çəkirəm, təqdim edirəm ki, qoy bizi izləyən Türk bütün hamısı bilsinlər ki, bax bizim belə Rainbow ləqəblərimiz var. Dildə deyilməyib. Demək böyük bir qəhrəmanlıq göstərilib ki, ona o adı elə belə. Çox sağ olun ana. Allah zamanınızı ayırdınız, vaxtınızı ayırdınız, bizə məlumatlar verdiniz. Təşəkkür edirəm. Siz sağ olun. Allah razı olsun. Allah köməyiniz olsun. Allah sizi korusun inşallah. Çox sağ olun, var olun. Minnətdarım. Çok sağ olun. Allah razı olsun. Sağ olun əziz izləyicilər. Gələn görüşlərə dək. Bugün Azerbaycan devletinin Zafer Bayramı, özellikle Azerbaycan'daki Mercan TV'de programcımız olan Namir Bey başta olmak üzere Azerbaycan'daki tüm halkımızın tek bayrak, iki devlet statüsünde devam eden Türkiye ve Azerbaycan'daki kardeşliğin de vermiş olduğu o rahatlıkla Azerbaycan'daki tüm halkımızın Zafer Bayramı'nı kutluyorum. İnşallah bundan sonra da yüzyıllarca sürecek Zafer Bayramlarını kutlamalarını temenni ediyoruz. Türkiye'deki tüm kardeşler olarak her zaman Azerbaycan'la halkımızın yanında olduğumuzu, bundan sonraki süreçte de olacağımızı ifade ediyorum. Basın olarak da, halk olarak da her zaman Azerbaycan halkımızın Zafer Bayramı'nı ve diğer tüm etkinliklerinde yanlarında olduğumuzu ifade ediyor. Zafer Bayramlarını kutluyorum. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Onların canı bahasına, qazilərimizin, hərbçilərimizin qanı bahasına biz tarixi ədaləti bərpa etdik. Düşməni öz torpaqlarımızdan qovduq. Bütün azad edilmiş torpaqlarda Azərbaycan bayrağını ucaltdıq. Tarixi ədaləti bərpa etdik və milli qürurumuzu bərpa etdik. Şad olsun sizin yüzü nurlu şehitlerin, sizlerin uca adını gururla anır milletin. Əzəmətli Azərbaycan, Zəfər bayramın mübarək. Sənə milyonlarla insan məhəbbətlə verib ürək. Gözün aydın Azərbaycan, bugün zəfər bayramıdır. Odlar diyarım qəhrəman, mərd oğullar mekanıdır. Gözün aydın Azerbaycan, bugün zafer bayramıdır. Odlar diyarım qəhrəman, mərd oğullar mekanıdır.